Bugünün dərsi o hökumətə görədir ki, hər cür hökumətdən pislərdir. İndi siz deyin görək, bu hökumət nə cür hökumətdir? Ağa icazə bilsin yox, diktatorluq. Yox baba, diktatorluqdan da çox pisdir. Namı nədir? Ona deyirlər totaliteryen hökuməti. Ya hərzadi kontrol eləyən hökuməti. Kontrol eləyən hökuməti. Yəni bir hökuməti ki çalışır xalqın tamam zindeqanlığın kontrol eləsin. Vah, yəni hər şey bizimkidir. Bu cür hökumətdə bütün ictimai və şəxsi işlər dövlətin nəzarətində olar. Bu yəni mənə, hətta mənim başımın rubanı da. Bəli, istəsə hətta sənin paltarıva və rubanıva da dəxalət elər. Və bunu da bir dana qanuna təbdil elər. Bağışlayın, bu işi nə cür eləyə bilərlər? Totaliteryen hökumətində onlar ki qüdrətə yetişirlər, bir ideoloji hakim elirlər. Bir yalan ya düz düşmən yaradırlar. Bu düşməninlə müqabilə eləməyi bəhanə eləyib, ayrı siyasi quruq və hizbləri aradan aparırlar. Xalqın içində nirançılıq yaradırlar və onları qorxudurlar. Və təbliğatla da öz kəmbutların düşmənin başına salırlar və intiqad eləyənləri də sərkub elirlər.